Hekayələrlə dəyərlər silsiləsi. Ədaləti öyrədən hekayələr. Ən gözəl difçək. Qədim zamanlarda ədalətli bir padşah var idi. Artıq qocalmışdı, ancaq öz yerinə qoymağa bir övladı yox idi. Bir gün padşah vəzirinə tapşırır ki, halallığı ilə tanınan 40 nəfəri saraya yığsın. Onlardan birini özünə varis seçəcək. Vəzir 40 nəfəri çağırır. Padşah onlara deyir: Hərənizə bir gül toxumu verəcəm. Kim 40 günə o toxumu əkib, gözəl gül yetişdirsə, mənim varisim olacaq. Bunu deyib, padşah vəzirinə tapşırır ki, toxumları paylasın. Hərə öz toxum payını alıb evinə yollanır. Bu adamların arasında kasıb bir oğlan var idi. Zəhmətkeşliyi, halallığı ilə hamının hörmətini qazanmışdı. Heç kimin malına göz dikməz, zəhmətlə öz ruzisini qazanardı. O qədər halal adam idi ki, tacirlər səfərə gedəndə pullarını gətirib onun evində əmanət qoyurdular. Oğlan evə gəlib əhvalatı anasına danışır və gül toxumunu difçəyə bastırıb biraz su dökür. 5 gün keçir, 10 gün keçir, bir ay keçir. Toxum cicərmir ki, cicərmir. Nəhayət vaxt tamam olur. Vəzirin seçdiyi adamlar hərəsi qoltuğunda bir difçək gül saraya üst tuturlar. Oğlan məyus halda öz difçəyinə baxıb anasına deyir: Ay ana, məndən padşah olmadı. Gedib biyabır olmaqdansa heç getməsəm yaxşıdır. Anası deyir: Qəm yemə oğlum, Allahın hökmü belə imiş. Amma saraya getməyin məsləhətdir. Yoxsa padşah bunu hörmətsizlik kimi başa düşər. Həm də getsən, heç olmasa bilərik ki, gələcək padşahımız kim olacaq? Ananın sözləri oğlanın ağlına batır. Difçəyi götürüb saraya doğru yollanır. Gəlib saraya çatanda görür ki, 39 nəfər bir-birindən gözəl gül difçəkləri ilə artıq buradadır. Oğlan utandığından lap arxada dayanır. Hər kəs öz gül difçəyini növbə ilə padşaha göstərir. Nəhayət növbə çatır oğlana. Padşah boş difçəyi görüb soruşur: Bəs sənin gülün hanı? Şah sağ olsun, nə qədər çalışdım bitmədi. Padşah rahat nəfəs alıb deyir: Ay cəmaət, mən artıq varisimi tapdım. Bax, o boş difçəkli oğlan mənim varisimdir. Sən demə padşah hamıya bişmiş toxum verilmiş. Əslində bu toxumlar bitməməli idi.